Düşdən sonra ən böyük maraqla bu mərhələdə gözlənilən düşünürəm oyun idi. Hamı maraqla gözləyirdi bu oyunu və düşünürəm ki, hər iki komanda bu gözləntilərin haqqını verdi. Meydanda maraqlı mübarizəli oyun keçdi. Hər iki komanda çalışırdı qələbə qazansın. Belə ümumən mən şəxsən özüm meydanın kənarında oyundan həzz alırdım. Hər iki komandanın ifasında, hər iki komanda sürətli oynamağa çalışırdı, bir-birini yaxşı müdafiə olub, yaxşı hücum eləyib, topa nəzarət eləməyə çalışırdı, bir-birini pressing eləməyə çalışırdı və çox yaxşı komplektləşmiş bir komandaya qarşı oynayırdıq. Heyətində çox güclü futbolçular olan bir komandaya qarşı oynayırdıq. Ona baxmayaraq futbolçularımız inamlı mübarizə apardılar və hardasa 75-80-cı dəqiqəyə qədər bərabər səviyyədə oyun gedirdisə, ondan sonra üstünlük bizdə idi və daha çox hücum edən tərəf biz idi. Maksimum çalışırdıq ki, oyun penaltilərə getməsin. Həm rəqibin heyətində usta oyunçular, həm qapıçıları təcrübəli və şükürlər olsun Allaha ki, biz uzatmalarda sonra 5 dəqiqə qalmış çox önəmli qol vurub vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm, azarkeşlərimizi, rəhbərimizi. Bugün bir ailə olaraq düşünürəm mühüm qələbə qazandıq. Qələbə məqsədini təbrik edir, qarşılaşma mərhələdə olmalıdır. Zabirin oyunun ən yaxşılarından idi və bunu əvəzlədi. Sanki biraz ümumi əvəzləndi. Bu intuisiyadan irəli gəldi, yoxsa bu əvəzdən planlaşdırmışdı? Bir məqsəd olaraq hiss edirdiniz ki, Junior çıxıb oyunun tarihindən bilirdi. Ümumiyyətcə, oyun əvvəlcədən belə bir plan var idi ki, İsa başlasın hücumda, sonra Junior oyunu gücləndirsin. Çünki keçən oyun Junior 95 dəqiqə, hardasa bəlkə də 100 dəqiqə çox yaxşı mübarizə apardı Kəpəzdən oyunda, süni örtüyündə. Harasa digər oyunçuları dəyişə bildi, amma onu dəyişə bilmədi. Və düşünürdüm ki, oyuna əvvəldən başlasa 55-60 dəqiqədə tamamən düşəcək fizik olaraq və belə bir oyunçunu itirmiş olacaq. Özü ilə də oyun öncəsi danışdıq ki, oyunu girəcəksən, gücləndirəcəksən. İsa'ya gəldikdə həqiqətən də İsa'nı dəyişməyə ürəyim gəlmirdi, amma digər tərəfdən də qorxurdum sağlamlığı ilə bağlı. Bilirik, uzun müddət zədəli olub. Hətta 90 dəqiqə belə onun üçün çox idi. Onun oyun üslubunu nəzərə alsaq çox sayılı driblinglər, sprintlər və o yüzden də təhlükəli idi. Artıq orada mən futbolçunun sağlamlığını düşündüm. Junior'u başqa mövqedə qoya bilərdi, İsa ilə davam edə bilərdi, amma düşünürəm ki, İsa'nın sağlamlığı daha önəmli idi. Belə bir addım atdıq, o da effektiv oldu. Junior Martin gol vurandan sonra rəqib azarkeşlərə qızıqlandırdı, elədi. Yəni bu Rəşad Sadıqovun futbolçusuna yaraşan bir hərəkət deyildi. Buna görə futbolçular... Mən görmədim, eləyibsə səhv eləyib. Nə onun özünə, nə mənə, nə bizim komanda yaraşan bir şeydir. Xüsusilə də belə dəqiqədə rəqib qapısına qol vurub azarkeşlərə və rəqib komanda futbolçularını qızıqlandırmaq yanlış bir addımdır. Görmədim, mütləq şəkildə bu barədə tədbir görəcəm.